Salamlar, hər birinizi xoş gördük. 9-cu sinif buraxılış imtahanına hazırlaşan şagirdlərə uğurlar arzulayıram. Yaxında imtahanınızdır və biz də imtahana hazırlıq məqsədi ilə sizinlə bir yerdə mütəmadiyyən təkrar edəcəyik. Çalışacağam hər gün təkrar sınaq videoları paylaşım. Sınaqlarımız 9-cu sinif buraxılış imtahanına hazırlaşan şagirdlər üçün güvən nəşrlərinin yeni toplusundan, riyaziyyat toplusundan sınaqlar olacaq. Burada sınaq 1, sınaq 2 var və gündəlik sınaqlar sizin üçün paylaşılacaq kanalda. Ona görə də videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Başlayaq. İlk sualdan başlayırıq. Deyir ki, bu ədədin, yəni bu hesablamadan alınan ədədin 4-ə bölünməsindən alınan qalğa tapın. Biz bunun üçün 4-ə bölünmə əlamətindən istifadə etməliyik. Yəni oturub hesablamağa ehtiyac yoxdur. Bir ədədi 4-ə bölərkən bölünmə əlaməti budur. Ədədin tam 4-ə bölünməsi üçün son iki rəqəmi yazıldığı ardıcıllıqla 4-ə bölünməlidir. Deməli, verilmiş hər bir ədədin son iki rəqəminin 4-ə bölünməsindən alınan qalğa baxacaq. Çünki bizdən qalğa soruşur. Baxırıq qalğa. 38 ədədini qalğa böldükdə qalıq nə qalırsa, 538 ədədini də qalğa böldükdə həmin qalıq alınır deməkdir. 38-i 4-ə böldükdə 9, qalıq qalır 2. Deməli 538 ədədini 4-ə böldükdə qalıq qalır 2. 83 ədədini 7383-ə baxıram. 83 ədədini 4-ə böldükdə qalıqda qalır 3. Bu deməkdir ki, bu ədədi də 4-ə böləndə qalıqda 3 qalır və 26 ədədini 4-ə böldükdə 24, yəni 6 natamam qismətdə 6, qalıqda 2 qalır. Bərabərdir. 2 vurulsun. 3 ilə 2-ni topladıqda 5, o da bərabərdir. 2-ni 5-ə vurduqda bərabər olur 10-a. Deməli, qalıqların hesablaması 10-dur. Onu təzədən 4-ə bölürük, çünki 4-ə böldükdə qalıq 10 qala bilməz. Natamam qismətdə alınır 2 və qalıqda da qalır 2. Deməli, doğru cavab bərabər oldu. C variantı 2. İkinci sualdan davam edirik. 6 çıxılsın 3 bölü 2-də 1 çıxılsın 5 çıxılsın 4-də 1 ifadəsinin qiymətini tapmağı tələb edir bizdən. Biz variantlara baxanda görərik ki, hər biri onluq kəsirlə verilib. Ona görə misalda onluq kəsirindən istifadə etmək daha yaxşıdır bizim üçün. İlk öncə 3 çıxılsın 2-də 1-i hesablayacağıq. Ardıca da mötərizədəki 5 çıxılsın 4-də 1-i hesablayacağıq. Başlayaq. Deməli 6 çıxılsın qalır. Yazıram 3 bölünsün. 2-də 1-in yerinə yazıram onluq kəsirlə 0,5 çıxılsın. Deməli 5 çıxılsın 4-də 1. Belə də yazmaq olar əslində. Bu belə daha rahat olar. Bircə dəqiqə. Onluq kəsirlə yaza da bilərik. Belə də yazaq. 2-də 1-i bölmədən sonraki kəsir bölmə olur vurma və bölmədən sonraki kəsir tərsinə çevrilir, olur 1-də 2. Çıxılsın, mötərizədəki ifadəni də 5 çıxılsın, 4-də 1-i onluq kəsirlə 0,25 yazıram. Bərabərdir. 6 çıxılsın. İkinci hesablamamız 3 vur 2 bərabər olur 6-ya çıxılsın. Mötərizənin içərisi 5-dən 0,25 çıxanda bərabər olur 4,75-ə. 6 ilə 6 islah olunur. 6 çıxılsın 6 və bizdə ifadədə qalır sadəcə -4,75 doğru cavab olur A variantı. Üçüncü sualda bizdən deməli, üçüncüsü burada A variantı idi. Üçüncü sualda bizdən 2 dənə çoxluq verib A çıxılsın B, yəni AB fərqinin A-B çoxluğunun tapılmasını bizdən soruşur. Fərq çoxluğunun tapılmasını soruşur. İki çoxluğun fərqini tapmaq üçün ilk öncə ortaq olanları təyin etmək lazımdır. Burada hər ikisində B var, hər ikisində C var və hər ikisində Y var. Ortaqları atdıqdan sonra əgər bizə A çıxılsın B verilərsə, biz A-da olub B-də olmayan elementləri yazmalıyıq. Ya da belə deyə bilərik ki, ortaqları atırıq, A çıxılsın B, yəni A fərq B olduğu üçün A-nın artıqlarını qeyd edirik. O zaman çoxluqda olur AD. Əgər bizdən B çıxılsın A-nı soruşsaydı, o zaman B-nin artıqlarını, yəni sadəcə F-i yazacaqdıq. İndi bizdən A fərq B-ni soruşduğu üçün AD doğru cavab olur C variantı. Dördüncü sual belədir. İşin 40% görüldükdən sonra hansı hissəsi görülməmiş qalar? Hər bir iş, ümumiyyətlə, ümumi götürülmüş bütün elementlər riyaziyyatda 100% olaraq qeyd olunur.
100% olaraq qeyd olunur. Yəni ümumən deyirik ki, hər şey 100%dir. İlkin versiyada hər şey 100%dir. İşin 40%-i görüldükdən sonra, əgər işin 40%-i artıq həll edilibsə, görülübsə, o zaman geridə nə qədər qalır? İşin 60%-i qalır. Bizə deyir ki, hansı hissəsi görülməmiş qalar deyir bizə. Əgər işin 60%-i görülməmiş qalırsa, biz bunu kəsr olaraq %60 və yaxud da 10/6, yəni onluq kəsr olaraq 0,6 yaza bilərik. Deməli, işin hansı hissəsi görülməmiş qalar? 0,6 hissəsi görülməmiş qalar. 5-ci suala baxırıq. X və Y tam ədədlərdir. -6 kiçikdir x kiçikdir -1 şərtini verir və x, y hadisinin 21-ə bərabər olduğunu verir. Bizdə 3x çıxılsın 2y ifadəsinin nəyə bərabər olduğunu soruşur. Biz ilk öncə x, y-in qiymətlərini təyin etməliyik. X, y-in tam ədədlər olduğunu verir və x üçün şərt qoyub. Burada x -6 ilə -1 arasında istənilən ədəd ola bilər və biz istənilən hər şeyi götürə bilərik. Sadəcə x-in də y-in də tam ədəd şərti olduğu üçün biz burada 21 bölünsün x. X-in yerinə elə bir ədəd götürməliyik ki, 21 bölünsün, 21-ə bölünsün. Ona görə də biz x-i sadəcə -3 kimi götürə bilərik ki, y-i tam ədəd ala bilək. 21 bölünsün -3 bərabər olur -7. Deməli, x -3 oldu. X -3 oldu. Y da -7 oldu. Bizə deyir ki, 3x çıxıq 2y ifadəsini tapaq. 3x çıxılsın 2y bərabərdir. Deməli, 3. X-in yerinə yazırıq -3 çıxılsın 2. Y-in da yerinə yazırıq -7. Bərabərdir. 3-ü -3-ə vuranda -9. -2 -7 hasili olur -14. -9 -14 bərabər olur 5-ə. Doğru cavab olur C variantı. 6-cı suala baxırıq. 24 böl kök 6 kəsrini məxrəcini irrasionallıqdan azad etməyi tələb edir bizdən. Məxrəci irrasionallıqdan azad etmək üçün kəsrin sürətini və məxrəcinin qoşmasına vurmaq lazımdır. Biz də burada məxrəc kök 6-da 6-ya bərabərdir. Ona görə biz məxrəci qoşmasına, yəni elə özünə kök 6-da 6-ya vururuq. Kök 6-da 6-ya vururuq. Qoşması onu irrasionallıqdan azad edə biləcək bir ədəddir ki, yəni irrasionallıqdan rasionallığa çevirsin. O zaman sürət olur 24 kök 6. Məxrəcdə kök 6-nı kök 6-ya vurduqda elə 6-ya bərabər olur. 24 ilə 6 burada ixtisar gedər. 6-nı 6-ya böldükdə 1, 24-ü 6-ya böldükdə 4 düşür və cavab bərabər olur 4 kök 6-da 6-ya. Doğru cavab olur B variantı. Maraqlı bir sualımız var. Deyir ki, bu ifadənin qiymətini tapın. Mən tövsiyə elədim ki, burada sizlə bir yerdə sürəti bir işləyək və aşağıda da məxrəcə də bir işləyək. Məxrəcə də bir baxarıq. Birinci baxırıq sürətə. Deməli, sürətdə. Baxırıq ilk öncə -7-nin kvadratına. Burada -7-nin kvadratı, kvadratın mənfiyə dəxli yoxdur. Yəni, ifadə mötərizədə deyil. İfadəni belə mötərizədə yazmayıb. Mötərizədə yazmadığı üçün -7-nin kvadratı eləcə -49-a bərabərdir. Çıxılsın. Sonra baxırıq burada modul hissəsinə. Modulda -3. Bu modulda -3 verildiyi üçün modulda istənilən ədəd moduldan çıxarkən müsbət 3-ə çevrilir. Yəni, bərabər olur müsbət ədədə. -3-ü yazdıq müsbət ədəd. Bu tərəfdə də 5 çıxılsın. Modulda 7 elə həmin 7-nin müsbətini, yəni elə 7-yə bərabərdir. Üstündə də kubu bərabərdir. -49 qalır. Sonra -3 qalır. Üstə gələk. Burada 5 çıxılsın 7 ifadəsi -2-dir. -2-nin kubu da bərabərdir -8-ə. Çünki mənfi ədədin üstündə tək dərəcə bizə elə mənfi ədəd verir. Deməli, biz üçün də hesablayırıq. -49, -3, -8. 3-ü də mənfi olduğu üçün mənfi işarəsi qoyulur və toplanır. 49-un üstünə 3 gəlir 52, 52-nin üstünə də 8 gəlir 60. Deməli, ifadənin sürəti bərabər oldu -60-a. Məxrəci hesablayırıq. Məxrəcdə 6 çıxılsın 11 bərabərdir. Modulda 6-dan 11 çıxanda bərabərdir -5-ə və modulda -5 də bərabərdir -5-ə. Deməli, sürət oldu -60, məxrəc oldu 5. 60-ı 5-ə böldükdə 12, qarşısına da mənfini qoyuruq. İfadənin cavabı bərabər olur -12-yə. Baxırıq növbəti suala. 8-ci suala. Deməli, 8-ci sualda
8-ci sualda A və B natural ədədləri verilib. A vurulsun B hasili 24-dür. Aşağıdakılardan hansı doğrudur? 2 ədədin hasili 24-dür. Siz bunu öyrənmisiniz 6-cı sinifdə. 6-cı sinifdə deməli belə bir şey var idi, tərs mütənasib asıllıq. Tərs mütənasib asıllıqda deyirdi ki, tərs mütənasib asıllığın düsturu y bərabərdir k bölünsün x idi və asıllığa uyğun olan bütün nöqtələr k bərabərdir y vurulsun x hasilinə bərabər olmalı idi. Yəni x-in də y-ın da bir-birindən asılı olan kəmiyyətlərin hasili eyni ədədə bərabərdirsə, həmin ədədlər bir-biri ilə tərs mütənasibdir. Yəni biri artırsa biri azalır, biri azalırsa biri artır. İndi A variantı doğrudur. A variantı doğrudur. Çünki AB hasili 24-dür. A-nın qiymətlərini artırdıqca B-nin qiyməti azalır. B variantı da doğrudur. A-nın qiyməti azaldıqca B-nin qiyməti artır. A və B tərs mütənasib asıllıqdadır. Bu da doğrudur. Çünki x, y hasili əgər k-dırsa, bizdə də AB hasilinin 24 olduğunu verib. A və B düz mütənasib asıllıqdadır. Xeyr, yanlışdır. Cavab elə D variantıdır. A və B qarşılıqlı sayda ədədlər ola bilər. Bəli, ola bilər. Məsələn, 1 ilə 24 hasili 24-dür. Özləri də qarşılıqlı sayda ədədlərdir. Davam edirik 9-cu sualdan. İfadəsini vuruqlara ayırın deyir bizə. Deməli, el ayıraq. Deməli, A kvadratı üstə gələk A. Bircə dəqiqə. Deməli, A kvadratı üstə gələk A. A kvadratı üstə gələk A çıxılsın. 2AB çıxılsın, 2B şəklində yazılır. Mən ilk öncə birinci hədlə ikinci həddi götürəcəm. Ardıca da mənfini də daxil edirəm bura. Ardıca da üçüncü hədlə dördüncü həddən ortaq vuruq çıxarıram. Bura çıxmadı. Deməli, birincidə A-nı vuruq çıxardıram. A kvadratın A-ya böləndə A, A-nı A-ya böləndə qalır 1. Çıxılsın. 2AB mənfi 2AB çıxılsın. 2B-dən vuruq. Mənfini də götürürəm. Bir də 2B-sini götürürəm. 2AB-ni 2B-yə böləndə qalır A. 2B-ni də 2B-yə böləndə qalır 1. Mənfini də götürdüyüm üçün bu işarə bərabər oldu. Müsbətə çevrildi. Bərabərdir. İndi hər ikisində A plus 1 var deyə hər ikisindən A plus 1-i götürürəm. A plus 1. O tərəfdə qalır A. Çıxılsın 2B. A plus 1, A çıxılsın 2B. Der ifadəsinin vuruqlarından biridir. Təbii ki, B variantı. A çıxılsın 2B. 10-cu suala baxırıq. 2 üstü A çıxılsın 1 bərabərdir 4 olduğunu verir. Bizə deyir ki, 4 üstü A çıxılsın 1 ifadəsinin qiymətini tapın. Biz ilk öncə birinci verilmiş ifadəni sadələşdirək. Yazaq. 2-nin üstündə A. 2-nin üstündə A. Bilirik ki, üstlərin çıxılması üçün ifadə bölmə şəklində yazılmalıdır. Yəni, bunu yazıram bölünsün 2 üstü 1. Buradakı hissə, bax, buradakı çıxma bizim üçün buradakı bölməni ifadə edir. Ona görə də bu şəkildə yazdım. Bərabərdir 4. Sonra 2 üstü A bərabərdir. 2 üstü A bərabərdir. Bölək 2, keçir sağ tərəf olur vuraq ki, 4-ü 2-yə vururuq 8. Və ardıca da 2 üstü A bərabərdir. 8-i yazıram 2 üstü 3. Üstlər bərabər olur. Əsaslar bərabər olduğu üçün üstlər bərabərdir. Deməli, bizdə ifadədə elə A 3-ə bərabər imiş. İndi 4 üstü A çıxılsın 1-i yaza bilərik. 4 üstü A çıxılsın 1 bərabərdir. 4-ün üstündə A-nın yerinə yazıram 3 çıxılsın 1. A-nın yerinə 3 yazdım. 4-ün üstündə 3-dən 1 çıxdım 2. 4 üstü 4 bərabər oldu 16-ya. Doğru cavab bərabərdir 16-ya. Aşağıdakılardan hansı üçbucağın tərəflərinin vuruqları, uzunluqları ola bilməz? Üçbucağın tərəflərinin uzunluqları üçbucaq bərabərçiliyə təyin olunur. Yəni, belə deyək ki, tərəfin cəmi digərindən böyük olmalıdır. B variantı ola bilər. Bərabər tərəfli üçbucaqdır. Deməli, A variantı da ola bilər. Məsələn, 1 ilə 2-nin cəmi digər tərəfdən böyükdür. C variantı da ola bilər. 1 ilə 7-nin cəmi digər 7 tərəfindən böyükdür. E variantı da ola bilər. 1 ilə kök altda 2-nin cəmi 2-nin cəmindən böyükdür. Sadəcə D variantı ola bilməz. Çünki D variantında 2 ilə 4-ün cəmi
4-ün cəmi. Elə ortadakı tərəfi 6-ya bərabərdir. Amma bizim dediyimiz şərti ödəmir. Çünki üçbucaqda həmişə bir tərəfin cəmi, iki tərəfin cəmi digər tərəfdən böyük olmalıdır. Ona görə D variantı üçbucağın tərəfləri ola bilməz. 12-ci sualdan davam edəcəyik. Deməli, baxırıq 12-ci suala. 12-ci sual maraqlı suallardan biridir. Mən də şəkli böyüdə bilmədim. Deməli, baxırıq 12-ci suala. 12-ci sualda burada şəkildə diqqət etməli məqam nədir? Deyir ki, BD AY-yə perpendikulyardır. AY ilə BD perpendikulyardır. AY ilə BD perpendikulyardır. Bunu şərtdə görürük. Və deməli, burada əsas məqam nədir? Biz BD tərəfinə diqqət eləməliyik. BD-yə niyə diqqət eləməliyik? Çünki BD AY-yə, BD perpendikulyardır. Bir-biri ilə perpendikulyardılar bunlar. Və aşağıda da burada bərabər tərəflər olduğunu deyib. Deməli, buradakı BY, bax burada gördüyümüz BY tərəfi həm perpendikulyardır oturacağa, həm də mediandır. Deməli, üçbucaqda bu üçbucaqda həmən o BY tərəfi, bu BY tərəfi həm hündürlükdür oturacağa, həm tərəfləri böldüyü üçün mediandır, həm də əlavə olaraq üçüncü də məcburdur tənbülən olmağa. Bu da hansı üçbucaqda mümkündür? Sadəcə bərabər yanlı üçbucaqda mümkündür. Deməli, AB tərəfi ilə BY tərəfi bir-birinə bərabər olur. Sırf BY oturacaq, BF, burada gördüyümüz BF həm oturacağa perpendikulyardır, həm də bax BF tərəfi, buradakı BF tərəfi həm oturacağa perpendikulyardır, həm də AY oturacağını yarı böldüyü üçün, deməli, bu sadəcə bərabər yanlı üçbucaqda mümkündür. Deməli, bizdə AB tərəfi də BY tərəfinə bərabərdir. AB 6 olduğu üçün BY də 6-dır. Artıq biz buradan DC-ni tapa bilərik. Çünki bayaq da dedik ki, məcburi olaraq həm də bu tənbüləndir. Tənbüləndə 2 dənə oxşar üçbucaq alınır. Deməli, onda o zaman biz nisbət yaza bilərik. AB tərəfinin oturacaqdakı AD tərəfinə nisbəti bərabərdir. BY tərəfinin BC tərəfinin, bütöv tərəfinin, BC tərəfin oturacaqdakı DC tərəfinə nisbəti. Kəsr xətti çəkirəm. AB bərabərdir 6-ya, AD bərabərdir 3-ə, bərabərdir. BY bütöv bərabərdir 6 plus 2, 8-ə və DC bərabərdir x-ə. Çarpaz vururam. 6x bərabərdir 3-ü 8-ə 24. X də bərabərdir 24-ü 6-ya bölürəm 4. Deməli, DC tərəfi bərabərdir 4-ə. Davam edirik 13-cü sualdan. Belə bir hasil ifadəsi verilib. 1975 vurulsun 1981 çıxılsın 1978-in kvadratı ifadəsinin qiymətini hesablayın deyir bizə. Biz burada 1975-i oturub təbii ki 1981-ə vurmayacağıq. 1975-i yazırıq 1978 çıxılsın 3. Əlbəttə ki 1978-dən 3 çıxanda 1975-ə bərabər olur. Mavi ilə işarətlədiyim 1981-i də 1978 üstə gələk 3 şəklində yazacağıq. Çıxılsın 1978-in kvadratı bərabərdir. Burada deməli gördüyümüz bax bu ifadə 1978 vurulsun 1978 çıx 3 vurulsun 1978 üstə gələk 3 ifadəsi bizə düstur verir. Yəni A minus B və A plus B bərabərdir A-nın kvadratı çıxılsın B-nin kvadratına. Yəni biz bu ifadəni 1978-in kvadratı çıxılsın 3-ün kvadratı şəklində yazırıq. Müxtəsər Ruma düsturu. Ardıca da ağla yazılmış 1978-in kvadratını köçürdürəm. Burada 1978-in kvadratı ilə 1978-in kvadratı
islah olunur və qalır -3-ün kvadratı, yəni -9 doğru cavab olur D variantı. Deməli, 14-cü sual. Sizin üçün belə qəşəng bir şəkil çəkdim. Bir nöqtədən çevrəyə çəkilən iki toxunan arasındakı bucaq 80 dərəcəyə bərabərdir. Bu bucaq 80 dərəcədir. İndi çalışacağam bunu səliqəli yazım. Deməli, bu bucaq 80 dərəcədir. O arada siz digər sualı oxuya bilərsiniz. Yox, yəni sualın ardını oxuya bilərsiniz. Toxunma nöqtələrin çevrədən ayırdığı kiçik qövs neçə dərəcədən olar? Bizdən. Buradakı kiçik qövsü soruşur. Deməli, bizdən buradakı bu kiçik qövsü soruşur. Bu kiçik qövsü soruşur. İndi mən qövsləri işarətləyirəm. Böyük qövsü yazıram A, kiçik qövsü yazıram B. Qaydadan bilirik ki, bucaq çöldə olarkən, deməli A minus B qövslərin fərqi bərabərdir. Həmən o çöldəki bucağın 80 dərəcəlik bucağın 2 misli, yəni 160 dərəcə. Eyni zamanda A ilə B tam qövsü tamamladığı üçün AB qövslərinin də cəmi bərabərdir tam 360 dərəcəyə. 360 dərəcə. Bunu sistem təhlili kimi alt-alta toplayıram. Çıxsam da alınardı əslində. Nəysə toplayaq. 2A bərabərdir. B-lər islah olunur. 360 ilə 160-ı toplayıram. Bərabər olur 520-yə. A da bərabərdir. 520-ni 2-yə bölürəm. Olur 260. Deməli, A qövsü 260 dərəcədirsə, B qövsü də tapmaq üçün 360-dan çıxıram 260-ı. B qövsü də bərabər olur 100 dərəcəyə. Deməli, doğru cavab C variantı 100 dərəcə. 15-ci sualda deyir ki, ifadəsinin qiymətini tapın. Bu ifadənin qiymətini tapmaq üçün bir neçə qaydalar da var. Deməli, dərs vəsaitlərində, riyaziyyat dərs vəsaitlərində bu hər birində qeyd olunub. Amma ümumi prosesin məğzini başa düşmək üçün mən sizə hazır düstursuz izah verəcəm. Deməli, burada bunu, ümumi bu ifadəni bərabər edirəm bir dənə A ədədinə. Bir dənə A ədədinə. O zaman bizdəki ifadə, bax bu, bütöv ifadə, bu bütöv ifadə. Hamısı A-ya bərabər oldu. Çünki 3-cü dərəcədən kök altında 4-dərin hasili, 3-cü dərəcədən kök altında 4-dərin hasili sonsuz hasilini bərabər elədim A-ya. Və burada içəridə də sonsuz bir ədəd var. Bax bu da bu hissədə 3-cü dərəcədən, bu da 3-cü dərəcədən kök altında 4-dərin sonsuz hasilidir. Deməli, içəridəki ifadəni də mən A kimi yaza bilərəm. Yəni, bunu da yerinə A yazmaq olar. Ona görə yazıram 3-cü dərəcədən 4 vurulsun. İçəridəkini A ilə əvəz elədim, bərabərdir A-ya. Ardıca eləyirəm hər tərəfin kvadrat kubu, solunda kubu, sağında kubu. 3 ilə kök altı 3-cü dərəcə gedir. Qalır 4 vurulsun A bərabərdir. Sağ tərəfdə olur A-nın kubu və bölürəm A-ya. 4 bərabər olur. A-nın kubunu bölürəm A-ya olur A-nın kvadratı. O zaman A bərabər olur. Kök altında 4, yəni 2-yə. Doğru cavab olur B variantı. 16-cı suala davam edir. Avtomobil 90 km məsafəyə 6 litr yanacaq işlədərsə, deməli avtomobil 90 kilometrlik məsafəyə 6 litr yanacaq işlədir. O zaman həmin avtomobil 450 kilometrlik məsafəyə nə qədər yanacaq işlədir? Biz daha çox məsafə getdikcə daha çox yanacaq işlədir maşın. Ona görə də maşının getdiyi yol artdıqca işlətdiyi yanacağın litri də artır, ölçüsü də artır. Ona görə düz mütənasibdir. Və mən nə edirəm? Bunu çarpaz vururam. Yəni, çarpaz vururam. 90-ı x-a vururam. 450-ni də 6-ya vururam. X bərabərdir. Biz birbaşa hesablayıb özümüzü yormayaq deyə həm də 90-a bölürük. 90-ı 90-a bölürəm 1, 450-ni 90-a bölürəm 5 və 5-i də 6-ya vuranda bərabər olur 30. Deməli, 450 kilometrlik məsafəyə də 30 litr yanacaq işlədər. Baxırıq 17-ci suala. Uzunluqları 2x üstə gələ 11 və 3x çıxaq 7 olan iki vətərin çevrədən ayırdığı qövslər bərabərdir. Burada çevrə görürsünüz və 2 dənə vətər görürsünüz. Əgər 2 dənə vətərin çevrədən ayırdıqları,
Bir dəqiqə. Əgər 2 dənə vətərin çevrədən ayırdıqları qövslər bərabərdirsə, o zaman çevrədən ayırdıqları qövslər bərabərdirsə, baxaq o qövslərə. Deməli, qövsün biri budur. Sonra biri də budur. Bu gördüyümüz sarı hissələr bərabərdirsə, onda deyə bilərik ki, vətərlərin də uzunluğu bir-birinə bərabərdir. Bərabər eləyək. Deməli, yazıram 2x üstə gələ 11-i bərabər eləyirəm. Digər vətərin uzunluğuna 3x çıxılsın 7-yə. 2x qalır solda. 3x-i keçirdirəm sol tərəfə. Olur çıxılsın 3x. Mənfi 7 qalır sağda. 11-i keçirdirəm sağa. O da olur çıxaq 11. 2x-dan 3x çıxıram eləyir mənfi x. Mənfi 7 ilə mənfi 11 eləyir mənfi 18. X də bərabərdir. Mənfi 18-i bölürəm mənfiyə. Bərabər olur 18-ə. Deməli, x 18-ə bərabərdir. Lakin bizdə sualda vətərin uzunluğunu soruşur. Nəyi soruşduğuna diqqətlə baxmaq lazımdır. Bərabər olduğu üçün x üstə gələ 11 və yaxud da 3x çıxaq 7-nin yerinə biz x-in yerinə 18 qoya bilərik. O zaman 2 vurulsun 18 üstə gələ 11 bərabərdir. 36 üstünə də 11 gəldikdə bərabər olur 47-yə. Deməli, vətərin uzunluğu 47-yə bərabərdir. Baxırıq 18-ci suala. 18-ci sualda x kubu çıxaq 5x üstə gələ 3m çıxaq 4. Çox ədlisinin sərbəst həddi 8-dir. Sərbəst hədd yanında dəyişəni olmayandır. Burada 3m çıxılsın 4 və ifadənin də dəyişəni burada x-dır, burada x-dır. 3m çıxılsın 4-ün isə dəyişəni yoxdur, yəni sərbəst həddir. Deməli, 3m çıxılsın 4 sərbəst həddir. Bizə deyir ki, sərbəst həddi 8-dir, bərabər eləyir 8-ə. O zaman 3m bərabərdir. 4 keçir sağa toplanır, olur 8 üstə gələk 4 və 3m bərabərdir. 8 ilə 4 toplanır 12. M də bərabərdir. Burada 3 vurmadır. 12-ni 3-ə bölürük, bərabər olur 4-ə. Deməli, m nəyə bərabərdir? 4-ə bərabərdir. Baxırıq növbəti suala. Deyir ki, ifadəsinin qiymətini tapın. 6 plus 2 kök altında 5 kök altında çıxılsın və kök altında 6 çıxılsın 2 kök altında 5. Burada ifadənin qiymətini tapmağı bizdən tələb edir. Deməli, baxırıq buradakı ifadələr, deməli, baxırıq birinci kök altındakı ifadəyə. Baxırıq birinci kök altındakı ifadə. Bu ifadə a plus b-nin tam kvadratına bərabərdir. A plus b tam kvadratın düsturuna bərabərdir. Yəni a-nın kvadratı üstə gələ b-nin kvadratı üstə gələ 2ab-dir. Deməli 6 plus 2 kök altında 5 ifadəsində bu hissə 2ab deməkdir. 6 olan hissə isə bax 6 olan hissə də görün yəqin ki daha yaxşı görünür. 6 olan hissə də a kvadratı plus b kvadratı deməkdir. İndi mən yazacağam yenə səliqəli 6 olan hissə. Deməli, burada da a-nın kvadratı üstə gələ b-nin kvadratı demək. İndi əsas məsələ 2 kök altında 5-i 2ab-yə bənzətməkdir. Mən 2 kök altında 5-i 2 vurulsun kök altında 2 vurulsun kök altında 5. Deməli, kök altında 5 vurulsun 1 kimi yazıram. Yəni, 2-ni kök altında 5-ə, kök altında 1-ə vurduqda 2 kök altında 5 alır. Deməli, bizdə a kök altında 5-ə bərabərdir. A-nı kök altında 5 kimi götürdük və b-ni də 1 kimi götürdük. İndi bunu yoxlayaq görək. Bunların kvadratları cəmi 6-nı verirmi? Həqiqətən də kök altında 5-in kvadratı ilə 1-in kvadratının cəmi bizə 6-nı verir. Onda biz deyə bilərik ki, buranı təmizləyim. Deməli, onda biz deyə bilərik ki, burada 6 plus 2 kök altında 5 bizə kök altında 5-in kvadratı üstə gələ. Kök altında 1-in kvadratı eləcək, üstə gələ. 2 kök altında 5 vurulsun 1-i verir. Yəni, bizdə a kök altında 5-ə bərabərdir, b isə 1-ə bərabərdir. Onda birinci kökü mən tam kvadrat şəklində, bax buranı tam kvadrat şəklində yazıram. Onda mən birinci kökü deməli yazaram kök altında 5 üstə gələ 1-in kvadratı çıxılsın
Digərini də yazaram. Kök altında 5. Kök altında 5 çıxılsın 1-in kvadratı. Yəni birini cəm kimi yazdım, birini də fərq kimi yazdım. İndi birini cəm, birini fərq kimi yazdım. Bərabərdir. Burada köklə kvadrat gedir. Köklə kvadrat gedir. Birincidə alınır kök altında 5 üstə gələ 1 çıxılsın. Digərində də alınır kök altında 5 çıxaq 1. Və burada diqqət edin, moduldan çıxararkən hər bir ifadənin müsbət olduğuna əmin olmalıyıq. Bizdə də həqiqətən hər bir ifadə müsbətdir. İndi davam edirik misalımızı. Bərabərdir, bərabərdir. Kök altında 5 üstə gələ 1 qalır, çıxılsın. Mötərizəyə təsir eləyir. Bu da kök altında 5 üstə gələ 1 olur, bərabərdir. Kök altında 5-lər islah olunur və 1 ilə 1 toplanır. İfadənin cavabı bərabər olur 2-yə. Baxırıq 20-ci suala. C-nin neçə natural qiymətində 5C çıx 8 bölcə ifadəsinin qiyməti natural ədədə bərabərdir. Öyrənmişdik ki, yəni siz də öyrənmişsiniz ki, bu tipli suallarda hər birini ayrı-ayrı kəsrdə yazmaq lazımdır. Bir dəfə 5C bölcə çıxılsın, bir dəfə də 8 bölünsün C kimi yazırıq. Burada C-lər ixtisar olunur, qalır 5, çıxılsın, 8 bölünsün C kimi yazdıq, dayandıq. İndi deyir ki, ifadəsinin qiyməti natural ədəd olmalıdır. İşarətlədiyim hissədə görürsünüz ki, C 8-in böləni olmalıdır. Yəni C-nin yerinə elə qiymətlər qoymaq lazımdır ki, 8-ə bölünsün. Qoya bilərik 1. Deməli, qoya bilərik yerinə 1. 2, 4 və 8. Şərtdə deyir ki, C-nin qiyməti natural olmalıdır. Ona görə mənfi qiymətlər götürə bilmirik və nəticədə natural olmalıdır. Gəlin, indi baxaq. Bir dəfə yerinə 1 qoyuram. 5 çıxılsın. 8-i 1-ə böldükdə eləyir 8. Cavab alınır. Mənfi natural alınmadığı üçün 1-i götürmürəm. Bir dəfə 5 çıxılsın. Yerinə 2-ni qoyuram. 8-i 2-yə bölürəm 4. 5-dən 4 çıxanda 1 müsbət verir. 2-ni götürürük. Bir dəfə 4 qoyuram. 5 çıxılsın. 8-i 4-ə bölürəm. Alınır 2. Cavab alınır. Müsbət 4-ü də götürürük. Bir dəfə C-nin yerinə 8 qoyuram. 8 qoyanda 8-i 8-ə bölürəm 1. 5 çıxılsın 1 bərabər olur 4. Bu da müsbət, yəni natural verir. Və burada da cavab olur. 8-i də götürürük. Neçə natural qiymətində? 3 natural qiymətində. Deməli, deyir ki, 21-ci sualda katetləri 5 və 12 sm olan düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş median neçə santimetrdir? Biz bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş median hipotenuzun yarısına bərabərdir. Deməli, hipotenuzun yarısıdır. Deməli, biz düzbucaqlı üçbucaqda hipotenuzu tapmaq lazımdır. Və düzbucaqlı üçbucaqda Pifaqor üçlüklərini əzbər bilməliyik və Pifaqor üçlüklərində 5, 12 və 13 Pifaqor üçlükləridir. Yəni 25 A kvadrat plus B kvadratı ilə də işləyə bilərsiniz. Problem yoxdur. 5-in kvadratı 25, 12-nin kvadratı 144, bərabərdir 169, 169 da 13-ün kvadratıdır. Deməli, bizdə hipotenuz 13-ə bərabərdir. O zaman median, median bərabərdir 13-ün yarısı, yəni 6,5 olar. Deməli, bu üçbucaqda median 6,5-ə bərabərdir. Baxırıq 22-ci suala. 250 manata satılan məhsulun satış qiymətinə əvvəl 28%, sonra isə alınan yeni qiymət 25% endirim edilir. Məhsulun ilkin satış qiymətinə görə ümumilikdə neçə faiz güzəşt edilir deyir bizə. Əvvəlcə 28% güzəşt əldə edilirsə, deməli, əvvəlcə 28% güzəşt əldə edilir. Deməli, 250 manata əvvəlcə 28% güzəşt edirik. %28-ini tapırıq. Deməli, sıfırları atırıq. 25-i 28-ə vuranda eləyir 700. 700-ü də 10-a bölürük, eləyir 70. Deməli, 70 manat endirim eləyiblər. Və 250 manatlıq məhsuldur. Buna 70 manat endirim eləyiblərsə, alınıb 180 manat. Ondan sonra
Ondan sonra 180 manatlıq qiyməti qalır. Sonra ardıca da 25% endirim edirlər. Yəni %25 bərabər olur. Deməli, sıfırlar gedir. 18-i 25-ə deməli 2-yə bölürəm, qalır 5. Bu da 45 manat endirim deməkdir və 180-dən çıxıram 45, qalır 135 manat qalır. 250-dən, deməli əvvəl qiyməti 250 idi. Sonra qiyməti olur 135. Deyir ki, ümumilikdə neçə faiz güzəşt edilir? Bunu tapmaq üçün 250-dən çıxırıq 135-i. Deməli 250-dən 135 çıxanda qalır 15, 115 qalır. Deməli 115 manat. İlkin qiyməti də 250 manatdır. Bizə deyir ki, ilkin satış qiymətinə görə vurulsun 100%. Burada 25-ə bölürəm, qalır 10. 100-ü də 25-ə bölürəm, qalır 4. Aşağıda qalır 10. 115-i 4-ə vururam, eləyir 460. 460-ı da 10-a bölürəm, 46. Deməli, ümumilikdə neçə faiz güzəşt edilib? 46% güzəşt edilib. Cavab olur 46. Deməli, baxırıq 23-cü suala. ABCD vətənləri nöqtələri ardıcıllıqla qeyd olunub. ABCD A-dan B-yə, B-dən C-yə, C-dən D-yə, A-dan D-yə 2, 3, 4, 6 nisbətindədir. Yəni, bu nə deməkdir? Yəni, bu nə deməkdir? Bura 2x-dir. Sonra BC 3x-dir. CD 4x-dir. Və AD də, deməli, AD də 6x-dir. İndi bizə deyir ki, sonra arxasını davam edirik. Birinci baxaq. Biz görürük ki, tam çevrəni əhatə elədiyi üçün 2x üstə gələ 3x üstə gələ 4x üstə gələ 6x tam çevrə yaratdığı üçün bərabərdir 360 dərəcə. Toplayanda eləyir 15x bərabərdir 360 dərəcəyə. X da bərabərdir 300, deməli 60-ı bölürük 15-ə. 360-ı 15-ə böləndə 24 alınmalıdır, səhv eləmirəmsə. Aha, alınır 24. Deməli, 24 alındıqdan sonra, deməli, AB 2x-dır. Yəni, 2 vuraq 24, yəni 48. Digəri 3 vuraq 24, yəni 72. Digəri 6 vuraq 24. 6 vuraq 24 bizə 144 verməlidir. Olur 144. 144. O birisi də 4 vuraq 24. 16. O da olur 96. Deməli, burada olur 96. İndi bizə deyir ki, AC və BD vətərləri arasında, AC və BD vətərləri arasında qalan iti bucağı tapmaq lazımdır. Burada qalan iti bucağı tapmaq üçün. Deməli, biz nə etməliyik? 96-dan çıxırıq 48-i. 96-dan 48-i çıxırıq. Yəni, mən bu bucağı tapmaq istəyirəmsə, 96-dan çıxıram 48-i. Bərabər olur 48-ə və onu da bölürəm 2-yə. 48-i 2-yə böləndə bərabər olur 24. ASBD vətərləri arasındakı iti bucaq bərabərdir 24 dərəcəyə. Cavab olur 24. Deməli, arkadaşlar, burada səhv izah eləmişəm harasını. Burada üstəgələk olmalıdır. 96 ilə 48 toplanmalıdır. Topladıqda eləyir 144. Biz toplayıb 2 yerə bölməliyik. 144-ü 2-yə bölürük. Bərabər olur 72-yə. Deməli, iki vətər arasındakı qalan iti bucaq 72 dərəcədir. Bayaq izah eləmişdim. Əgər çevrədə bucaq çöldə olarsa, o zaman qövslərin dərəcə qiymətləri çıxılıb yarı bölünür. Əgər bucaq içəridə olarsa, o zaman toplanıb yarı bölünür. İndi baxacağıq 24-cü suala. Deməli, ifadəsinin qiymətini tapın deyir bizə. Mən hər dəfə videonu dayandırıb sualları köçürdürəm ki, siz daha səliqəli görəsiniz. Deməli,
Mənlə bir yerdə burada suallar işləyənlər də olur onlar üçün. Bu arada videonu bəyənməyi unutmayın. Hər ikisini ayrı-ayrı yazdım. İfadəsinin qiymətini tapın deyir bizə. Sonra cavablarını bir-birindən çıxarıram. Məncə belə daha rahat olar. Bərabərdir. Bərabərdir. Deməli, kök altında ortaq məxrəc eləyirəm 25-də. Bunun aşağısı 1-dir. 4-ü vururam 25-ə. Olur 100. Çıxılsın digərinin sürəti 19. O da olur kök altında 25 aşağıda 100-dən 19 çıxanda 81. İfadənin qiyməti bərabər olur. 25-dən alınır kök 5, 81-dən alınır 9. Burada da 9 bölünsün 5. Lazım olarsa kəsirdən istifadə edirəm. 9-u 5-ə böldükdə onluq kəsirlə bərabərdir 1,8-ə. Bu dayansın burada. İndi başlayayım digərini hesablamağa, digər ifadəni hesablamağa. Hər birini, yəni bizdə verilmiş, məsələn, kök altında 2,5 yazılıb burada. Deməli, kök altında 2,5-i mən burada kök altında 25 vurulsun 0,1 yazım. 25-dən kök çıxsın 0,1 qalsın içəridə. Elə davam eləyək. Deməli 25-dən kök çıxır. 25-dən kök çıxır. Alınır 5. Kök altında 0,1 dayansın. 144-də 144-dən alınır 12. Kök altında 0,1 dayansın. Aşağıda 225-dən kök alınır 15. Kök altında 0,1 dayansın. Bərabərdir. Yuxarıda kök altında 0,1-i vuruq çıxardıram. Yuxarıda kök altında 0,1-i vuruq çıxardanda bizdə qalır 5 və 12. 5 ilə 12-nin də cəmi verir 17. Aşağıda da 15 kök altında 0,1 qalır. Kök altında 0,1-ə ixtisar gedir və aşağıda alınır 15, yuxarıda alınır 17. İndi bayaq da bizdə 1,8 almışdı axı. 1,8-i 5-də 9 da yaza bilərik. Deməli, indi 5-də 9-dan çıxıram. Bayaqki 15-də 17-ni. Ortaq məxrəci eləyirəm 15. 15-i 5-ə bölürəm 3. 9-u vuracam 3-ə eləyəcək 27 və çıxıram 17. Alınır 15-də 10. 15-də 10 da ixtisar gedəndə 5-ə alınır 3-də 2. Deməli, ifadənin cavabı bərabər olur 3-də 2. Elə bu formada səliqəli şəkildə yazsaz, tam bal alacaqsınız imtahanda. Deməli, baxırıq 25-ci suala. Buranı təmizləyim, gəlirəm. Baxırıq sınağımızın sonuncu sualına. Deməli, sonuncu sual belədir. İfadəsini sadələşdirin deyir bizə. Gəlin bunu sadələşdirək. Mən yuxarıdakı ifadədən, yuxarıdan deməli, baxıram. Burada A-nın kvadratıdır və B plus C-nin kvadratı. Bir dəfə fərq kimi yazacağım, bir dəfə cəm kimi. Bir dəfə yazıram. A çıxılsın. Deməli, B üstə gələ C. Yəni, bu üçüncü düsturdur. A kvadratı çıxılsın B kvadratı, A kvadratı çıxılsın A plus deməli A minus B, A plus B. Yəni, bir dəfə fərq, bir dəfə cəm kimi yazıram. Bir dəfə də yazıram A üstə gələr B plus C. Birinci, ikinci həddin bir dəfə fərqini yazdım, bir dəfə cəmini yazdım. Məxrəcidə isə nə edirəm? Məxrəcidə A-nın kvadratı ilə B-nin kvadratını bir götürürəm. Çıxılsın B-nin kvadratı. Yəni, yazıram bir dəfə A çıxılsın B, bir dəfə A üstə gələk B. Çıxılsın. Ortadakı ifadədə isə C-ni vuruq çıxardıram. O da bərabər olur B plus A-ya. B plus A-ya bərabərdir, bərabərdir. Kəsir xəttini çəkirəm. Yuxarıda birinci mötərizə açıram. Mənfi, bax burada gördüyünüz mənfi mötərizənin içinə təsir eləyir. Olur A çıxılsın B, çıxılsın C və digəri olduğu kimi qalır. A üstə gələk B, üstə gələk C. Aşağıda isə hər ikisində A plus B görürəm. Burada da A plus B var, burada da A plus B var. Hər ikisində A plus B-ni vuruq çıxardığında o zaman A hissələr qalır. Yəni, qalır A çıxılsın B, çıxılsın C. A çıxılsın B, çıxılsın C ilə A çıxılsın B, çıxılsın C ixtisar gedir və yuxarıda qalır. Deməli, yuxarıda qalır. Yuxarıda qalır A plus B plus C, aşağıda isə qalır A plus B ifadəsini sadələşdirdik. Videonu bəyənməyə, kanala abunə olmağı unutmayın. Növbəti videomuzda bizdə sınaq 2-nin izahları paylaşılacaq. Hələlik görüşənədək sağ olun.